Salam, hər vaxtınız xeyir olsun. Usta Saatı verilişinin növbəti buraxılışına hər birinizi xoş gördük. Bu gün biz Ustadan Eşidək adlı rubrika ilə qarşınızdayıq. Mən Nuraynə Hüseynli və həmkarım. Mən Sənan Quliyev. Bu gün Vüqar Usta ilə birlikdəyik. Usta, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Dəvətinizə görə çox sağ olun. Bu gün ustamızla maraqlı bir söhbətimiz olacaq. Mən istəyərdim ki, ilk öncə usta özünüzü təqdim eləyəsiniz. Mən Xəlilov Vüqar Qəhrəmanoğlu, Gədəbəy rayonundan. 20 ildən çoxdur ki, bu ustalıq fəaliyyətindən məşğulam. Ustalığa necə başladınız bəs? Bu çox gözəl sual oldu. Mənim üçün bir neçə illər məni belə deyək də cavan yaşlarıma qaytardınız. İlk öncə mən belə deyim də, il arasında deyirlər, mən fəhlə kimi fəaliyyət göstərmişəm. Və fəhlə kimi fəaliyyət göstərdiyim müddətdə, qısa müddətdə mən bu sənəti belə deyim də, usta yoldaşlarımdan öyrəndim və onu davam eləməyə başladım. Sizi sənətə yönləndirən kim olmuşdu? İlk öncə bunu mənim öz qardaşım əlimdən tutub öyrədib. Təşəkkür edirəm. Bütün o birisi başqa ustalar da var idi, digər ustalar, onlara da. Sənəti öyrədən mənim sırf qardaşım olubdu. Usta, ilk qazancınızı xatırlayırsınız? İlk qazancım həmin ilk öncə söylədiyim kimi həmin işdə toplamışam. Vaxtilə pul manat deyildi də, yəni bildiyiniz kimi Şirvan deyirdilər. Şirvan Məmməd dövrü. Şirvan deyirdilər. Bugünkü kimi yadımdadır ki, yəni 2 baska deyirdilər də onda. O toplayana qədər hətta mən onun bir dənəsini dəymirdim ki, yəni qarşıma məqsəd qoymuşdum ki, bu qədər toplamalıyam. Və onu soruşduğunuz üçün nəyə sərf elədiniz? Təbii ki, mənim atam rayondaydı. Biraz adətən belə deyək də, kəndçilikdir də, biraz kasıb təbəqədə yaşayırdıq. Qarşımda buydu ki, atamı sevindirəm, valideynlərimi sevindirəm. Ki, o pulla ki, yəni ki, görsün ki, öz valideyninin ilk qazancıdır. İndiyə kimi gördüyünüz işlərin içində, yəni layihələrin, tikintilərin içində ən qürur duyduğunuz hansı olub? Yəni bu işi görmüsünüz, bu tikintini hazırlamısınız və bu sizə o qədər xoş təsir edib ki, qürur duymusunuz bu işlə. Yəni öz işinizdən, öz əl işinizdən qürur duymusunuz. Bu hər kəsə lazımdır ki, yəni ki, birinci növbədə onu bilirəm ki, hər kəsə, bütün ustalar yoldaşlarıma da tövsiyə eləyərdim ki, birinci işin keyfiyyətidir. Təməldən axıra kimi. Belə bir villanı axıra kimi tamamlamışam və onun ilkində başlayanda təbii ki, həyəcanlar, insan həyəcan keçirir ki, bunun axırına çatdırmaq lazımdır. Necə eləmək lazımdır ki, yəni heç yerdə səhv buraxmayasan. Və bu sənə arxayın olublarsa, eviyyəsi arxayın olubsa, bu sənə daveriya eləyirsə, təbii ki, axıra çatdırmışam, inşallah ki, oradan qürur duymuşam ki, mən bu işi tamamladım, başa çatdırdım. Yəni belə deyim də, peşəkar kimi özümü hiss elədim orada. Gözəl. Usta, elə özünüz də qeyd elədiniz, bu peşəkar usta olana qədər yəqin ki, hər bir insan yəni səhvsiz olmur. Hamımız səhvlərimiz üzərində nələrisə öyrənirik. Bəs ən çox sizə bir təcrübə qazandıran bir səhviniz olubmu? Elə bir səhv eləmisiniz ki, o sizə çox böyük bir təcrübə qazandırıb və o sizin yaddaşınıza həkk olunub. İlk dəfə başlayanda, ustalığa başlayarkən balaca bir evlərdə, belə deyim, bir otaqda, el arasında dediyi kimi ustalar daha yaxşı bilər. Bir otaq tikib hazırlayanda müəyyən səhvlər eləmişdim. Müəyyən səhvlər eləmişdim ki, o səhvləri də yəni digər işi görəndə onlar üzə çıxır. O səhvi də aradan qaldırıb və bilmişəm ki, bu səhvi eləmək düzgün deyil də. Yəni orada öyrənmişəm ki, bunu düzgün belə də işləmək olarmış. Həmin vaxtda səhvlərinizi necə qəbul edirdiniz? Yəni özüm qəbul eləmədim birinci. Yəni ki, hər halda ki, bildim ki, səhv eləmək lazım deyil. Usta, sizi tanıdıq. İndi istəyirəm ki, peşəkar ustalıqla bağlı sizin də fikirlərinizi alaq. Məsələn, adətən hansı alətləri istifadə edirsiniz? Yəni elə bir alət varmı ki, bunu adətən ustalar istifadə eləmir, amma siz bunu istifadə edib, bunun nəticəsində gördüyünüz iş daha da keyfiyyətli olur? Bəli, var. Eləmişəm. Qeyri-adi. İndi bəlkə də kimlərsə eləyib, ustalardan eşidər buradan.
əllə yer əkən var. Əllə yer şumlayır da, belə deyək də. Bunu yəni rayon adamları daha yaxşı bilir. Texnikadır da. Əllə yer şumlayanla beton qarışdırmışam. O çotan deyirlər, yoxsa nə deyirlər? Bilmədim, amma Əllə təqribən yer mən şumlayan. təsəvvür Hə, edirəm. yer şumlayana beton qarışdırırsınız. Hə. Bunun nəsə yaxşı bir effekti olur. Yaxşı bir effekt olub ki, yəni ki, əllə qarışdırmaqdansa elə bir miksel rolunu oynayıb da burada. Hə, biraz life hack kimi eləyib usta. Usta, tikinti prosesinin mərhələlərində keyfiyyət yoxlamalarını necə aparırsınız? Yəni bir işi gördünüz, bu gördüyünüz işin həqiqətən keyfiyyətli oldu, olmadı, bunu necə təyin edirsiniz? Keyfiyyətli olmağını ilk öncədən işi görəndə, işi görməmişdən qabaq işi elə başlamalıyıq ki, və sonra nə çıxacaq bu? Əsasən onu lazerlə başladığımıza görə biz yeni üsullara keçmişik, yəni ki, lazerlə işləyirik. Lazerlə də yoxlayırıq ki, təhvil veririk. Usta, istəyirəm biraz tikinti materiallarından danışaq. Yəqin ki, bu bazarda keyfiyyətsiz məhsullar çox yayılıb və bu məhsulların ustanın peşəkarlığına birbaşa təsir elədiyini hamımız bilirik. Yəni heç bir usta keyfiyyətsiz materialla işləmək istəməz yəqin ki. Buna münasibətiniz necədir? Yəni siz bir işi görərkən məhsulun keyfiyyətli olub-olmadığını necə ölçürsüz? Nəyə əsasən müəyyən edirsiniz? İlk öncə demək istəyərdim ki, məsələn, usta yoldaşlarım da, məni tanıyanlar da var ustalar arasında. Demək istəyərdim ki, material seçəndə bundan öncə də demişdim, birinci materialın keyfiyyətini baxmaq lazımdır. Ucuz materiallardan qaçmaq lazımdır. Hətta ev yəsindən mübahisə eləmişik ki, yəni ki, 1 manat artıq ver, belə deyək də, 1 manat artıq ver, keyfiyyətli material al. Bizim də işimiz gözəl çıxsın, təmiz çıxsın. Sizin də işiniz, yəni bunu bir dəfə eləyirsiniz. Yəni işiniz yaxşı çıxsın. Elə o sualı verəcəydim ki, usta, bəs əgər ev yiyəsi narazılıq eləsə ki, məsələn, bu bahadır, bunu istəmirəm, başqa ucuz məhsul olsun, daha ucuz material olsun. Elə olduqda nə edirsiniz? Əgər sizin narazılığınıza yenə də qarşı olaraq yenə narazılıq eləsə? Bəli, siz sualı verən ərəfədə o yadıma düşdü ki, mən bir əhvalat danışım sizə. Deməli, onunla ev yəsindən üzləşmişik. Deyib ki, yəni mən aldığım material ev yəsi mən deyiləm, məsələn də deyir də, yüngül də zarafatımız olur burada. Mənəm, bunu da eləməlisən. Mən aldığım material yəni ki, budur. Nədə oldu? Hə. Nədə oldu da yəni. İlk öncə demişdim, ustalığa təzə başlayan vaxtlarım idi. Yəni ki, müəyyən bir şeyləri, müəyyən ustalıqda, necə deyim sizə, müştərilərlə davranmağı zadı o dərəcədə bilmirdim də. Yəni mən bunun tələbinə görə mən bunun işini bərpa elədim. Bərpa eləyəndə işdə keyfiyyət söhbəti sıfıra düşdü. Demək olar ki, sıfıra düşdü və onun sonunda mən aldığım cavab ondan dedi ki, ustaydın, eləməzdin. Bu cavab aldım ondan. Həm özü aldırır, həm də sizin üstünüzə qaldı. Mən keyfiyyətsiz almışdım, sən usta olaraq eləməzdin. Ondan sonra bildim ki, yəni yəqin ki, ustalar da, indi baxan ustalar da mənlə razılaşar və yaxud da başına gəlib. Ondan sonra mən o işləri, məsələn, düzgün material seçdiyinə diqqət eləmişəm işə yanaşanda. Usta, hamı istəyir ki, keyfiyyətli iş təhvil versin. Eyni zamanda ev yiyəsi də həmişə istəyir ki, aldığı işin nəticəsi yaxşı olsun. Amma təbii ki, uğursuz işlər də həmişə olur. Sizə görə uğursuz hesab etdiyiniz işlər hansılardır? Nəyə əsasən deyə bilərsiniz ki, yox, bu iş yaxşı olmadı? Mənə görə uğursuz iş görərəm ki, məsələn, belə deyim də, ilk ağlıma gələn görərəm ki, material cəhətdən də, belə deyim də, keyfiyyətsiz material var. İrava bilmərəm ki, yəni ki, o materialla iş görsün. Keyfiyyətsiz olduğunu bildirər. İndi birdən ev yiyəsi aldı, gətirdi, desə ki, budur. Başa düşürəm. Yəni ev yiyəsi olur ki, məsələn deyir ki, material yəni gücüm çatan budur. Bundan bir təri yəni ki, düzəlt, nəsə bir şey elə də. Mənim üstümə məsuliyyət düşdüyünü mən orada hiss eləyirəm ki, məsuliyyət məndə qalacaq sonra. Razı qalmıram ki, məsələn, bu keyfiyyətsiz maldır da. Üzərimə götürmürəm ki, yəni ki, mənim ustalığıma bu xərər gətirmiş bir şey olar. Garanti vermirsiniz də yəni. Zəmanət vermirsiniz. Bəli, zəmanət vermirəm ki, yəni ki, bu gələcəkdə bir hansısa bir şey olsa,
Yəni öz dediyin üçün, yan üçün mən keyfiyyətsiz material aldım sözünü unudacaq tam və deyəcək ki, usta elədiyi budur da. Ev yazısı alıbsa, ağaca sürdəliyə də mən sürdəliyə də alıb ondan istifadə edir. Belə bir şey. Ona görə də çalışmaq lazımdır ki, səhvə yol verməyək. Səhvə yol verməyək. Səhv materialla işləməyək. Səhv material deməkdə keyfiyyətsiz materialla işləməyək. Bu saat bazarlarda, yəni ki, keyfiyyətsiz material belə deyim də en qədərdir. İşləməzdim ondan belə götürsək heç. Usta, tikinti vaxtı hansı yoxlamaları aparırsınız da? Yəni texniki yoxlamaları. Məsələn, gəldiniz bir evə işləməyə. Məsələn, sizdən əvvəl bir nəfər işləyib, bir usta işləyib. Siz burada baxırsınız ki, burada bir səhv var, burada bir xəta var. Mən bu işi görmək üçün bunun üzərindən başqa nəsə iş görməliyəm və s. Bu yoxlamaları necə aparırsınız? Çox burada sadədir. Yəni ki, yoxlamalar çox sadə. Hörgü işi görülübsə, məsələn, hörgünün necə hansı marka sementlə də belə deyim də onunla işləndiyini yoxlamaq, bərkliyini də belə deyək, bərkliyini yoxlayırıq. Bərkliyi, düzdür. Bəli, sonra da növbəti dəfə bunun düzlüyünü yoxlayırıq. Profil dediyimiz alətlərlə, ustalarda olan, məsələn, lazeri olan usta lazerlə yoxlayır. Əyrisini, düzünü və ev yəsinə izah eləməyə çalışırıq ki, və filan örgün filan yerində əyri var. Məsələn, material bu qədər gedəcək və yaxud da ki, yoxdur əyrilik. Bəs məsələn, bir əyrilik var, görürsünüz ki, problem var da. Siz bunu müştəriyə deyəndə, müştəri sizinlə razılaşır və əlavə iş görülməsinə razı olur, yoxsa indi ola bilər də müştəri durur, fikirləşir ki, usta elə deyir, bunu da görüm, buna da əlavə bir şey alım. Hə. Yəni elə bir düşüncə, elə bir fikir olur, yoxsa ev yəhsi razılaşır ki, hə, indi görünən odur da ki, görünür ki, məsələn, divar əyridir. İndi bunu ev yəhsi görüb razılaşırmı sizdən ki, hə, bura əlavə bir iş də olsun, yoxsa elə deyil, nə var onun üstündən elə? Yox, təbii ki, orada qiymət danışırıq ki, tutaq ki, bizi mala deyirlər də, bizi suvaqda deyirlər. Tutaq ki, gəlmişik, suvaq vururuqsa, örgüdə də əyrilik var. Divarın biri düzdür, digəri səhvdir. Yəni, çoxdur da. Əgər, məsələn, belə deyim də, 1 milli, 2 milli verirsə, başda gedib çıxır, məsələn, 5-6 santiya, 7 santiya da əyrilik var da. İndi ustadır da. İndi küləkli havada örüb ipi qaçıb. İp deyirlər də, biz ip çəkirik, küləkli havada ip qaçır. Belə havada ola bilsin örüb. Nətər? Yəni bu səhvlik olub. Ev yəsi özü deyir ki, yəni ki, bu çətinliyi qarşılayacağam maddi cəhətdən də. Qarşılayacağam, düzəldim. Elə də olur ki, məsələn deyir ki, budur da, yəni ki, qiymət də budur, yəni ki, eləməlisən. Usta, ilə hava dediniz, gəlin biraz hava şəraitindən danışaq. Olubmu ki, hava şəraiti sizin işinizə pis təsir eləsin? Ümumiyyətlə, ustalıq işi də biraz mövsümi işdir. Elə iş var ki, onu yayda eləmək olur ancaq, elə iş var ki, soyuq havada eləmək olmur və s. Hava şəraitinə necə uyğunlaşırsınız? Belə demək olar ki, biz ən çox çətinliyimiz hava şəraitindən. Tutaq ki, təmələ başlamışıq, ev tikiriksə, çöl şəraitində işləyiriksə, bunun yağışı var, küləyi var, müəyyən çətinliklər yaradır. Hava şəraiti ilə bağlı biz işimizi elə qururuq ki, çalışırıq ki, ilk öncə çöl işlərini görək. Havadan, hər şeydən istifadə eləmək lazımdır. Və hava şəraiti küləyi olarsa, yağış olarsa, içəridə, daxildə olan işlərimizi belə deyək də zapas saxlayırıq ki, hava əgər külək olarsa, toz olur, hava yağış olarsa, içəridə işimizi davam eləyək. Yəni boş qalmayaq. Usta, bizim bir oyun tipli suallarımız var. Sürətli cavab, sual-cavab rubrikamız. Biz sizə suallar verəcəyik, siz sürətli cavab verməlisiniz. Başlayaq? İnşallah ki, bacararıq. Başlayaq. Heç sınamadığınız yeni, bahalı məhsul, yoxsa həmişə istifadə etdiyiniz məhsul? Heç sınamadığım. Tez bitən iş, yoxsa mükəmməl iş? Əlbəttə ki, mükəmməl. Bir işdən vacib şey. Düzlük. Ənənəvi üsul, yoxsa müasir texnologiya? Müasir texnika. Tikintinin ən çətin mərhələsi? Tikintinin beton tökülməsi. Peşəkar ustanı fərqləndirən 3 əsas xüsusiyyət. 1. Məsuliyyətli olması birincisi. 2. İkincisi, düzgün materialla, keyfiyyətli materialla işləməsi. 3.
Üçüncüsü yalan danışmaması. Belədir ki, yalan danışan usta deyil. Bununla da bizim suallarımız yekunlaşdı. Vüqar usta, biz sizə təşəkkür edirik. Gəldiyiniz üçün çox sağ olun. Çox maraqlı oldu bizə sizlə söhbət eləmək, sizin fikirlərinizi eşitmək. Çox sağ olun. Sizin kimi peşəkar ustaları hər zaman görmək və onlarla söhbət eləmək həm bizim üçün, həm də izləyicilərimiz üçün çox maraqlı olur. Sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Siz də çox sağ olun usta. Burada verdiyimiz suallara əgər sizin də maraqlı cavablarınız varsa və yaxud da verilən cavablarla razılaşırsınız və yaxud da razılaşmırsınız, bunları şərh bölməsinə qeyd edə bilərsiniz. Həmçinin kanalımıza abunə olmağı da unutmayın. Növbəti buraxılışlarda görüşənədək sağ olun.